Qadın azadlıq, o dırnaqarası azadlığını qazandıqca o xanımlığını itirdi. Elə əsl azad qadın xanım qadındır, evinin xanımı olan qadındır. Yəni hər bir insanı qadın yetişdirir həyata. Hər bir ali təhsilli adamı da, şəxsiyyəti də, cəmiyyətdə mövqe tutan insanı da qadın həyata yetişdirir. Elə bu böyük bir missiyadır ki, qadına verildi və üstəcəl də qadın hər hansı bir işdən məşğul olursa, fəaliyyət sahəsində çalışırsa, bu da onun digər bir azadlığıdır. Ancaq qadın azadlığı bu demək deyil ki, sən yoldaşına yalan danışırsan, sən paltar belə geyimsə, gedib o məclislərə girəndən sonra dekolete yenir aşağıya və yaxud da ki, qadın azadlığı o deyil ki, görürsünüz siz o məclislərdəki gələndə başqa bir geyimdədir. Məclisin ortasında başqa bir görüntü də olur. Evə gedəndə yenidən çantasında mı, nə bilim, bir yanındakı gətirdiyi bir əlavə bir sokada mı? Mən universitetdə görərdim. Mən biraz bizim qızlar köynəyi bura geyinir, şalvarın içinə salır, çıxır, yenirlər blokda, qaldırırlar, qoyurlar bura, göbəklərini açırlar, dərsə gedirlər. Azad qadın bu.